Yazın. 3 vurulsun 5 manat. Üstə gələk 4 vurulsun 2 manat. Üstə gələk 4 vurulsun 2 manat. Üstə gələk 3 vurulsun 10 qəpik. Və bu məbləği hesablayın. Bunu yazdım. Neçə manat elədi? 23 manat 30 qəpik. Aha, qoy görək Mələk necə tapır. Sən də yerdə yazmısan. Afərin sənə. Afərin. Siz yerdə yaza bilərsiniz. Lövhələrinizi çıxardıb yerdə hesablaya bilərsiniz. 23 manat 30 qəpik. 23 manat 30 qəpik. Çox gözəl. Afərin. Bəs bu yazdığınız ifadəyə uyğun məsələ qura bilərsiniz. Aha, görüm kim qura bilər. Buyur Saray. 3 kilo olan 5 manat olan 3 kilogram alma aldı. Aha, əlin üstünə qoy. 5 manat olan 3 kilo alma aldı. Doğrudur. Daha nə alıbdı? Sonra 2 kilo olan Bax kilosunu göstərən 2 nədir? manat olan 4 kilo armud aldı. Aha, çox gözəl. Sonra 10 qəpik olan 10 qəpik. üstünə şar aldı. 10 qəpik olan üstünə şar aldı. Aha, anam nə qədər pul xərclədi. Afərin, təşəkkür edirəm.